Salam hörmətli izləyicilər. Bu videoda mən avtomobilin pultunu bataryasını dəyişdirməsi barədə danışacağım. Bu pultun içində bir batarya elementi var və müəyyən müddətdən sonra həmin batarya keyfiyyətini itirir. Belə deyək, batarya ölür və onunla nə qapıları açıb bağlamaq olmur, nə də ki avtomobili işə salmaq olmur. Bunun yəni bəzən də elə adamlar var ki, daim bu pultla qapıları açıb bağlayır. Belə olan halda batarya daha da tez ölür. Məsələn, mən özüm bu knopkalardan heç istifadə eləmirəm. Çox nadir hallarda əsasən açar cibimdə olur və qapıları mən qapının ruçkasının üstündə olan düymə vasitəsilə açıb bağlayıram. Yenə də buna baxmayaraq, siz avtomobildə əyləşəndə bu açar sizin cibinizdə olsa da bu avtomobillə bu açar əlaqəyə girir. Maşın bu bataryanı tanımaq üçün əlaqəyə girir və bu bataryadan daim müəyyən enerji işlənir və buna görə müəyyən müddət sonra bu batarya ölür və onun dəyişdirməsinə ehtiyac olur. Bataryanı dəyişmək üçün indi sizə bunu göstərəcəm. İlk növbədə korpus açılmalıdır. Bunun üçün siz pultun böyründə olan burada belə bir push yazılan bir hissə var. Onu belə basıb belə göstərim sizə. Bu belə basılandan sonra yəni mümkün qədər möhkəm basıb bunun içində belə bir mexaniki açar var. Gördüyünüz kimi. Bu açar bu vəziyyətdə çıxarılır və növbəti addım bu açarı, yəni siz belə çıxartmışsınızsa bunu əks istiqamətdə bu vəziyyətdə, yəni tərsinə həmin yerə, açar çıxan yerə salırsınız. Bu biraz bunu basmaq lazım. Siz bunu basdıqca gördüyünüz kimi korpus aralamağa başlayır. Bu hissədən korpus aralamağa var. Biraz da elə yuxarı dartırsınız. Gördüyünüz kimi korpus açıldı. Və bundan sonra bu açar buradan çıxardıb. İndi isə bu hissəni qırağa qoyuruq. Gördüyünüz bu mikrosxemin altında batarya yerləşir. Bunu belə adi qaydada çıxartmaq biraz çətindir. Elə bu həmin açarı siz buradan belə salırsınız bu hissədən. Ehtiyatla yəni. Bu mikrosxemi zədələmək olmaz. Ehtiyatla bunu götürürsünüz. Gördüyünüz kimi burada belə bir batarya var. Bu hissələri də qoyaq qırağa. Və bataryanın da bu hissəsində geniş bir yer var. Əks istiqamətdən belə basırıq. Bu batarya buradan çıxır. Və üstündə gələn orijinal batarya bu Panasonic. Üstündə yəqin ki yazı çalışdım sizə göstərim. Panasonic şirkətinin bataryalarıdır. Və batarya növü CR2032 3 volt. Belə bir batarya ilə gəlib. Yəni bunun firmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, bu model uyğun olsun. CR2032. Yəni bunu ölçüsünü göstərir. Bu bataryaların ölçüsünü göstərir. Və yaxşı olar ki, siz evdə və yaxud da maşında bunu bir zapas belə bir bataryalar saxlayasınız. Mən özüm də bundan almışam. Göstərim, yəni bu elə bir firmasının əhəmiyyəti yoxdur. İndi mən bundan tapıb almışam. Əsas odur ki 2032-dir gördüyünüz kimi. 2032 3 volt və litium. Əsas fikir verin ki, bu litium batarya olsun. Litiumlar daha uzun ömürlü bataryalar olur. Və belə bir batarya ya evdə, ya maşında, ya hardasa bir əl çatan yerdə saxlamaq lazım ki, pultun bataryası öləndə siz avtomobilin içinə daxil ola bilməyəcəksiniz. Yəni avtomobili işə salıb sürə bilməyəcəksiniz. Bunun üçün ehtiyatda belə batarya olması yaxşıdır. Və belə bir məqam ola bilər ki, siz elə bir yerdə
pultun bataryası ölə bilər ki, orada bu zapasda batarya olması və təcili avtomobilə əyləşib sürmək üçün bunlarda belə bir qoruyucu bir, belə deyək, mexanizmdə nəzərdə tutulub ki, belə deyək, siz təbii ki, pult öləndən sonra, batarya öləndən sonra siz avtomobili aça bilməyəcəksiniz. Bunun üçün siz avtomobilə yaxınlaşıb, gördüyünüz bu mexaniki açarla qapını açırsınız və bu qapını açan kimi siqnalizasiya işə düşəcək. Avtomobil səs eləməyə başlayır. Buna görə siz tez avtomobilə əyləşib, həmin belə deyək, bu pultu, indi mən bunu sökmüşəm, yəni bu sizdə yığılmış vəziyyətdə olacaq. Bunu siz avtomobildə əyləşən kimi qoltuq altı var, yəni sağ tərəfdə. Onu açırsınız, onun içində bir açar işarəsi var. Mən digər videolarımda açar barədə onu göstərmişəm, həmin yerdə. Orada açar işarəsi var və bu pultu siz qoyursunuz düz həmin o işarənin üstünə və tormuzu basıb start stopu basırsınız. Bu an, yəni açar həmin hissəyə qoyulanda avtomobil bu açarı tanıyır. Çünki bunun içində belə bu mikrosxemdə hətta batarya olmasa da burada hardasa belə bir yəni hissələr var. Onlar avtomobilin yəni hansısa bir şua vasitəsilə avtomobil özü bu pultu tanımağa başlayır və siz avtomobili işə salıb sürə bilərsiniz. Və çatdığınız ünvanda da təbii ki, bu bataryadan əldə edib bunu dəyişmək lazımdır. Hörmətli izləyicilər, mən indi həmin o eksperimenti sizə göstərəcəm. Hal-hazırda maşın pultla bağlamışam və hesab eləyək ki, pultun bataryası ölüb və mən bu mexaniki açarla qapını açacağım. Ola bilər ki, siqnalizasiyada işə düşsün. Gördünüz, mən maşına oturan kimi mən həmin bu bataryanı çıxartmışam. Bunu qoyuram bura, bu hissəyə. Burada belə bir açar işarəsi var və start stopu basıram. Start stopu basan kimi gördüyünüz kimi artıq maşın bu açarı tanıdı və işə düşdü və hətta OK düyməsi də basıldı. Gördüyünüz kimi, yəni bu qaydada əgər sizin pultun bataryası ölübsə, bu qaydada yəni bunu, yəni mən bunu indi sökülmüş vəziyyətdə göstərirəm ki, yəni hesab edirəm ki, yəni bunun bataryası ölüb. Yəni bu vəziyyətdə, yəni mən pultu bu hissəyə qoyanda burada belə bir açar işarəsi var. Ora qoyanda maşını bu qaydada işə salmaq mümkündür. İndi bunu mən sizə yığılmağında göstərəcəm. İndi pultu bataryanı qoyuruq yerinə, yenə eyni vəziyyətdə pultu qoyuruq. Yazı üst hissədə olmalıdır. Yazı üst hissədə. Və bunu rezini siz lazımı qaydada bura yerləşdirirsiniz. Bu üst tərəfdə olur. Mikrosxem isə həmin alt hissəyə, bataryaya aşağı istiqamətdə. Bunun öz yeri var. Yəni bunu heç başqa cür qoymaq da olmur. Belə qoyursunuz. Ehtiyatla, yəni çıqqı elədi, gördünüz, oturdu yerinə. Və növbəti addım pultu da eyni. Yəni bu rezini də eləyirsiniz ki, düşməsin. Və bunu da belə tərsinə bunu belə qoyuruq. Gördüyünüz kimi bütün yəni istiqamətləri uyğunlaşdırandan sonra bunu bir-bir belə yəni çıxıldadıb belə bir yüngül basmaqla bunlar bütün hissələr tam oturur yerinə. Gördüyünüz kimi tam oturdu və yenə də mexaniki açarda yenə olduğu kimi. Yəni bu ola bilər keçməsin. Bu yenə də bu push var. Push'u basırsınız, bu rahat keçir. Bu da belə çıxıldayıb girdi yerinə və pult artıq hazırdır. Gördüyünüz kimi işıq da yanır, işlədi. Və bir məqam da sizin nəzərinizə çatdırım ki, bu avtomobildə belə bir xüsusiyyət var. Ola bilsin ki, siz maşını bir həftə 10 gün sürməyəndə maşın kiçik bataryası, hansı ki, bagaj hissədə yerləşir,
o yuxu rejiminə keçir. Və bu halda da siz gəlib, əgər pultla maşını açırsa, bu düymələrə basıb açanda qapılar açılmayacaq. Yəni, bu o demək deyil ki, batareya ölüb. İlk növbədə, yəni, bunu yoxlamaq lazım ki, biləsiniz, bu batareya ölüb, yoxsa həmin akkumulyator yuxu rejiminə girir. Bunun üçün siz avtomobilin qapısının üstündə olan sürücü tərəfdən düyməni basırsınız, qapının üstündəki ruskanın üstündə düymə var, onu basırsınız və həmin an maşının akkumulatoru yuxu rejimindən çıxacaq və qapılar açılacaq. Yox, əgər bu əməliyyatdan sonra da açılmırsa, deməli, bu pultun içində batareya ölüb və göstərdiyim qaydada da yəni bunu dəyişmək lazımdır. Və bu maşınların belə bir üstündə kart da gəlir. Bu NFC kartdır. Bu avtomobilin güzgüsünə toxunanda qapılar açılır. Yəni bunun üstün cəhəti odur ki, burada heç bir batareya yoxdur. Yəni batareyası ölmür. Yəni, bunu istənilən vaxt güzgüyə toxundur. Bu NFC yazısı var güzgünün üstündə, sürücü tərəfdə. Toxundur, qapıları açıb bağlamaq olur. Və bunda yəni üstün cəhəti batareyası olmamağıdır. Yəni bunu siz sonra cibinizə qoyub start-stopla maşını işə salıb sürə bilirsiniz. Yəni mən bunu şəxsən özüm işlətmirəm. Nəyə görə? Bunu daim çıxardıb güzgüyə vurmaq lazımdır. Düşəndə, minəndə. Yəni, yalnız bu batareya üstündə gəzdirirəm. Yəni daim cibimdə olur. Bunu yəni, cibdən çıxartmadan da avtomobilə yaxınlaşanda avtomobil bu pultu tanıyır. Yəni qapılar artıq maşının qapısının üstündə olan düymə vasitəsilə açıb bağlamaq olur. Bununla bağlı demək istədiyim bu qədər. Sağ olun.